Son günlər Azərbaycan futbol ictimaiyyətində ən çox müzakirə olunan mövzulardan biri Qarabağın transfer planları ilə bağlı yayılan sensasiyalı məlumatlardır. Xüsusilə də Ağdam təmsilçisinin Leicester City klubunun yarım müdafiəçisi, Banqladeş millisinin üzvü Həmzə Çudxuri ilə maraqlanması diqqət mərkəzinə düşüb. Sosial şəbəkələrdə və idman səhifələrində yayılan xəbərlərə görə Qarabağ 27 yaşlı futbolçunun xidmətində ciddi maraqlı olub, hətta tərəflər arasında ilkin təmaslar da baş tutub. Lakin proses gözlənildiyi kimi davam etməyib və transfer reallaşmayıb. Transfer niyə baş tutmadı? Əsas səbəb maliyyə məsələsi və futbolçunun karyera prioritetləridir. Məlumata görə Həmzə Çudxuri illik 2 milyon avrodan artıq maaş tələb edib, komanda daxilində digər futbolçulardan daha yüksək bonuslar istəyib, karyerasını Avropanın aparıcı liqalarında davam etdirmək niyyətində olduğunu açıq şəkildə bildirib. Bu tələblər isə Qarabağın müəyyən etdiyi maliyyə çərçivəsindən xeyli kənara çıxıb. Klub rəhbərliyi uzun illərdir balanslı büdcə siyasətinə sadiq qalır və bu strategiyadan kənara çıxmaq niyyətində deyil. Çudxuri kimdir və niyə bu qədər diqqət çəkir? Həmzə Çudxuri İngiltərə futbolunda tanınan simalardandır. O, Leicester City ilə yanaşı icarə əsasında Watford və Sheffield United klublarında da çıxış edib. Fiziki gücü, müdafiə yönümlü oyunu və təcrübəsi ilə seçilən yarım müdafiəçi hazırda Championship və Super Liga klublarının da maraq dairəsindədir. Qarabağ üçün bu transfer gələcəkdə mümkün ola bilərmi? Mütəxəssislərin fikrincə, yalnız bir neçə halda bu keçid yenidən gündəmə gələ bilər. Futbolçu maaş tələblərini əhəmiyyətli dərəcədə azaldarsa, icarə variantı gündəmə gəlsə və maaşın bir hissəsi Leicester City tərəfindən ödənilsə, Avropadan gözlədiyi təkliflər reallaşmasa. Hazırki mərhələdə isə Qarabağ üçün bu transfer çox çətin və riskli görünür. Bəs sizcə, Qarabağ belə bir futbolçu üçün maliyyə limitini aşmalıdırmı, yoxsa mövcud strategiya daha doğrudur? Daha çox transfer xəbərləri, pərdə arxası məlumatlar və eksklüziv yazılar üçün səhifəmizə abunə olun.